Hamiləliyin 33-cü həftəsi və hamiləlikdə burun tutulması, burunun selikli qişanın şişməsi ilə əlaqəli sizə tövsiyələr verəcəm. Hamiləliyin 33-cü həftəsində döl 1 kilo 900-2100 qram arasındadır. Akciğer inkişafı aktiv olaraq davam edir, əzələlər güclənir, sümüklər bərkiyir. Dölün hərəkətlərini ritmik şəkildə hiss edirik. Əksər döl bu dövrdə başı aşağı dönür. Bu o demək deyil ki, dölün başı aşağı düşüb və yaxud da erkən doğum gözlənilir. Sadəcə özünün doğuşa uyğun pozisiyasını tutur. Və bu həftələrdə əslində 34-35 həftəsinə qədər bu pozisiyanı tutmasa, iləri həftələrdə döl daha böyük olduğuna görə və maye, amniyotik maye nisbi, dölün ölçüsünə nisbi azaldığına görə bu dönmə çətinləşir və biz sarğı gəlişi ilə üzləşirik. Dölün böyüməsi, uşaqlığın böyüməsi, özəlliklə də uşağın başının aşağıya dönməsi sidik hissəsinə baskı yaradır və hamilə sıx-sıx sidiyə gedir. Bu da onun gecə yuxusunu poza bilər. Bu halda tövsiyələr gecə yatmadan əvvəl 2 saat öncəsində qida və su qəbulunu stoplamaq ki, gecə bu sidik ifrazatı sizi rahatsız etməsin. Hamilələrin bir hissəsində burun tutqunluğu olur. Özəlliklə 2-ci və 3-cü trimestrdə. Amma burun plastiyi və yaxud da burun çəpər əməliyyatı keçirən hamilələrdə bu daha erkən dövrdə başlaya bilər. Hətta ilk trimestrdən başlaya bilər. Bu şikayətlər burnun selikli qişasının şişməsi ilə əlaqəlidir. Hormonal dəyişikliklərə ikincili olaraq burunda şişmə baş verir. Bu halda nə tövsiyə edirik? Dəniz suyu spreyləri, yəni duzlu spreylərlə burnun selikli qişasını yıkamaq. Bunlar tamamilə hamiləlikdə icazəsi olunan vasitə olduğu üçün gündə 3 dəfə, 5 dəfə, 7 dəfəyə qədər siz bunu istifadə edə bilərsiniz. Yatanda yastığınızı bir qədər yüksək tutmaq, gün içində bol maye istifadə etmək ki, selik daha duru olsun. Yatdığınız otaq özəlliklə nəm olmalıdır. Yəni bu qış aylarında özəlliklə nəmləndirici otağa yerləşdirərək təmin oluna bilər. Qidanızda ödəm yaradan qidalar, yəni duzlu qidalar, karbonhidratlı qidalardan uzaq durmanız məsləhət görülür.